Salam əziz izləyicilər. Dünyanı idarə edən bir heçlik haqqında heç düşünmüsünüzmü? Orxan Bayramov Məts olaraq bizim missiyamız riyaziyyatı sizin üçün sadələşdirmək və imtahanlarda uğur qazanmağınıza kömək etməkdir. Bugün sizi sıfırın inanılmaz, heyrətamiz səyahətinə çıxaracağıq. Və əmin olun, bu o darıxdırıcı məktəb dərslərinizdən biri olmayacaq. Yaxşı, bəs necə olur ki, əslində heç bir dəyəri olmayan, yəni bildiyimiz boşluğu ifadə edən bir simvol bugün həyatımızı idarə edən ən güclü vasitələrdən birinə çevrilir? Gəlin, bu böyük sirrin pərdə arxasına birlikdə baxaq. İndi sizə desəm ki, bank kartınızla saniyələr içində etdiyiniz o köçürmələr, baş gizəlləndirən o göydələnlər, hətta gələcəyin texnologiyası sayılan süni intellekt, bütün bunların arxasında bizim çox vaxt heç fikir vermədiyimiz sıfır dayanır. Nə düşünərdiniz? Bəli, düz eşitdiniz. Bugün hər şeyin təməlində dayanan gizli bir qəhrəman var. Sıfır. Amma heç düşünmüsünüz ki, sıfır həmişə mövcud olmayıb. Çünki insan beyni təbiəti etibarilə gözlə gördüyü, toxuna bildiyi şeyləri saymağa proqramlaşdırılıb. Məsələn, 3 alma görürsünüz, saya bilərsiniz. Yaxşı, bəs sıfır alma görmək necə? Olmayan bir şeyi saymaq bizim təfəkkürümüz üçün əvvəllər çox qəribə idi. Gəlin bir anlıq qədim Yunanların dünyasına səyahət edək. Onlar üçün riyaziyyat demək olar ki, həndəsə demək idi. Yəni, hər şeyin bir forması, bir uzunluğu, bir sahəsi olmalıydı. İndi düşünün, sıfır uzunluqlu bir xətt çəkə bilərsiniz və ya sahəsi sıfır olan bir kvadrat. Mümkün deyil, elə deyilmi? Məhz buna görə də gözlə görülməyən, çəkilə bilməyən bir şeyi rəqəm kimi qəbul etmək onların məntiqinə tamamilə ziddi idi. Yaxşı, bəs bu yanaşma gündəlik həyatda problem yaratmırdı, əlbəttə yaradırdı, özü də necə. Təsəvvür edin, qədim Babildə bir tacirsiniz. 60-lıq say sistemi istifadə edirsiniz, amma sıfır yoxdur. Bir işarə görürsünüz. Bu indi 1 deməkdir, yoxsa 60, bəlkə heç 3600. Bu, ticarətdə o qədər böyük bir qarışıqlıq, tam bir xaos yaradırdı ki. Nəhayət, Babililər bu problemi həll etmək üçün çox ağıllı bir üsul tapdılar. Rəqəmlər arasında boş mərtəbəni göstərmək üçün xüsusi bir işarə qoymağa başladılar. Bu, sıfırın ilk forması idi. Sadəcə bir yer tutucu. Bunu belə düşünün. Kinoteatrda dostunuz üçün bir yer saxlayırsınız. Həmin kreslo boşdur, amma onun orada olması vacibdir, çünki sıranı qoruyur. Bax, sıfır da əvvəlcə məhz bu funksiyanı yerinə yetirirdi. Ancaq bir dəqiqə. Babililər sadəcə boş bir yer saxladılar. Bəs niyə bu işarəni müstəqil bir rəqəm kimi qəbul etmədilər? Çünki bunun üçün sadəcə riyazi deyil, həm də fəlsəfi bir sıçrayış lazım idi. Yunanlılar və Babililər yoxluq fikrindən çəkinirdilər. Amma elə bir mədəniyyət var idi ki, onların fəlsəfəsi bu anlayışı qucaq açaraq qəbul etməyə tamamilə hazır idi. Hindistan. Hind fəlsəfəsində şunya deyilən çox dərin bir anlayış var idi. Bu, boşluq və ya heçlik deməkdir. Amma qərb dünyasından fərqli olaraq, bu qorxulu, mənfi bir yoxluq deyildi. Əksinə, onlar üçün şunya, dünyəvi arzulardan azad olmaq, mütləq bir dinciliyə, ali bir məqama çatmaq demək idi. Məhz yoxluğa olan bu müsbət fəlsəfi baxış, riyaziyyatçılara sıfırı bir rəqəm kimi qəbul etməyə cəsarət verdi. Sıfırın bugün istifadə etdiyimiz o yumru simvolu da əslində çox maraqlı bir hekayədən gəlir. Qədim Hindistanda hesablamaları çox vaxt qumun üzərində kiçik daşlarla aparırdılar. Təsəvvür edin, bir daşı qumun üzərindən götürəndə yerdə nə qalırdı? Kiçik, yuvarlaq bir iz, bir boşluq. Bax, qumdakı o fiziki boşluğun izi riyaziyyatın ən böyük kəşflərindən birinin simvoluna çevrildi. Və bu nöqtədə səhnəyə dahi bir Hind riyaziyyatçısı Brahmagupta çıxır. O, 7-ci əsrdə sıfırı sadəcə bir simvol olmaqdan çıxarıb ona konkret qaydalar verdi. Dedi ki, bir ədəddən özünü çıxanda yerdə qalan şey məhz sıfırdır. Bu əsl inqilab idi. Artıq sıfır sadəcə boş bir yer deyil, üzərində toplama, çıxma kimi əməliyyatlar aparıla bilən tam hüquqlu bir rəqəm idi. Əlbəttə, bu dahi kəşf Hindistanda qala bilməzdi. İslam dünyasının alimləri vasitəsilə sıfır və yeni rəqəm sistemi Avropanın qapısını döydü. Amma Avropa bu yeni qonağı heç də xoş qarşılamadı. Roma rəqəmləri ilə hesablama aparmaq bir əziyyət olsa da, nədənsə bu yeni, asan sistemə qarşı çox böyük bir müqavimət göstərirdilər. Hətta vəziyyət o yerə çatdı ki, 1299-cu ildə dövrün ən böyük maliyyə və ticarət mərkəzlərindən biri olan Florensiyada sıfırın və yeni ərəb-Hind rəqəmlərinin istifadəsi rəsmi olaraq qadağan edildi. Bəli, bildiyimiz qadağa. Bu, yeni fikirlərə qarşı mühafizəkarlığın nə qədər güclü olduğunun bariz bir nümunəsi idi. Yaxşı, bəs Avropa niyə sıfırdan bu qədər qorxurdu? Əsasən 2 səbəb var idi. Bir tərəfdən, kilsə sıfırı şeytanın rəqəmi adlandırırdı. Onların məntiqinə görə Tanrı kainatı varlıqla yaradıb,
Heçlik isə Tanrının yaratdığının əksidir, yəni şeytanıdır. Digər tərəfdən isə tacirlərin çox praktik bir qorxusu vardı. Saxtakarlıq. Düşünün, birinin sizə 10 qızıl borcu var, amma o, sənətdə onun yanına asanlıqla bir sıfır artırıb onu 100 edə bilər. Bu, ciddi maliyyə fırıldaqlarına yol aça bilərdi. Lakin riyaziyyatın və məntiqin gücünün qarşısını qadağalarla almaq mümkün deyil. Bütün bu müqavimətə baxmayaraq, sıfırın öz daxilindəki o qəribə, paradoksal gücü onun gec-tez qalib gələcəyini təmin etdi. Çünki sıfır, eyni anda həm heç nə, həm də hər şey ola bilən yeganə rəqəmdir. Vurma əməliyyatında sıfır sanki kosmosdakı bir qara dəlik kimidir. Hansı nəhəng rəqəmi ona vurursunuzsa, vurun fərqi yoxdur, anında udur və yox edir. Bölmədə isə o, mühərriki yanıb xarab olmuş bir blenderə bənzəyir. Düyməni basırsınız, amma heç bir nəticə yoxdur, sadəcə sistem çökür, məntiq pozulur. Bəs müəllimlərimizin bizə həmişə dediyi o qayda, sıfıra bölmək olmaz, bunun məntiqi nədir? Gəlin lap sadə dildə başa düşək. Bölmə əməliyyatı əslində içində neçə dəfə yerləşir sualını verir. Məsələn, 10 böl 2, yəni onun içində neçə dənə 2 var? Cavab 5. İndi gəlin soruşaq, onun içində neçə dənə heç nə var? Görürsünüz, sualın özü məntiqsizdir, ona görə də cavabı ola bilməz. Bu problemi Brahmagupta'dan 100 illər sonra başqa bir dahi Hind riyaziyyatçısı Baskara dahiyane bir yolla həll etdi. O başa düşdü ki, bir ədəbi birbaşa sıfıra bölmək mümkün olmasa da, böləni sıfıra çox-çox yaxın bir ədədə böldükcə nəticə sonsuzluğa doğru gedir. Bu kiçik kəşf gələcəkdə Newton və Leibnizin yaradacağı bütün ali riyaziyyatın, yəni kalkulusun təməlini qoydu. Sıfır bizə sonsuzluğun qapısını açdı. Ancaq sıfırın əsl, böyük zəfəri, onun möhtəşəm triumfu 20-ci əsrdə rəqəmsal inqilabla birlikdə gəldi. Bütün o uzun, mürəkkəb tarixi səyahət nəhayət öz zirvəsinə çatdı və sıfır müasir dünyamızın əsl memarına çevrildi. Claude Shannon adlı bir riyaziyyatçı dahi və eyni zamanda çox sadə bir fikir irəli sürdü. Nə qədər mürəkkəb məlumat olursa olsun, hər şeyi cəmi iki siqnala, yəni hə və yoxa çevirmək olar. Bu ideyanı elektronikanın dilinə tərcümə etdikdə isə ortaya bu çıxdı. Elektrik cərəyanı varsa, bu 1-dir, yoxdursa, bu 0-dır. Vəssalam. Bu sadə ikili kod bütün müasir kompüter texnologiyasının təməlini qoydu. Yəni, əziz izləyicilər, bu o deməkdir ki, hazırda baxdığınız bu videonun hər bir pikseli, qulağınızda eşitdiyiniz bu səs, cibinizdəki o ağıllı telefon, istifadə etdiyiniz GPS, hamısı, amma hamısı arxa planda sonsuz bir sıfır və bir ardıcıllığından ibarətdir. Bir vaxtlar qorxulan, qadağan edilən o sadə dairə bugün bütün informasiya əsrini öz çiyinlərində saxlayır. Və sonda gəlin daha dərin, daha fəlsəfi bir sual üzərində düşünək. Bugün fiziklər hələ də kainatın ən böyük sirrini tam aça bilmirlər. Böyük partlayış anında, yəni zamanın 0-cı saniyəsində heçliyin içindən bütün bu kainat necə yarandı? Bəlkə də biz sıfırı bir rəqəm kimi kəşf etmişik, amma kainatın öz mütləq sıfırının sirrini heç vaxt tamamlaya bilməyəcəyik. Beləliklə, bugünkü söhbətimizdən çıxaracağımız qızıl qayda budur. Sıfır sadəcə bir rəqəm deyil. O, heçlikdən varlığa, yoxluqdan sonsuz imkanlara aparan bir körpüdür. Bir vaxtlar qorxu ilə rədd edilən bu anlayış, bugün bizim bütün rəqəmsal dünyamızı yaradan və idarə edən əsas gücdür. Riyaziyyatı birlikdə sevilən fənnə çevirək. Orxan Bayramov Mats Instagram səhifəsində sizi daha rəngli, maraqlı və öyrədici paylaşımlarla gözləyirəm. Əgər bu videoda təqdim edilən məlumatlar sizin üçün faydalı oldusa, videonu bəyənməyi, dostlarınızla paylaşmağı və Orxan Bayramov Mats kanalına abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.